Salam, bugün sizlərlə fizika mövzusundan qüvvələr tarazlığı düsturunun isbatına baxacağıq. Bu düstur əsasən olimpiada tipli suallarda istifadə olunur. Düstur belə olacaq. Müəyyən bir sistemimiz var. Məsələn, bir dənə top götürək. Bir dənə topumuz var, qırmızı topumuz. Bu topa 3 dənə qüvvə təsir edir. F1, F2 və F3 qüvvələri. Bu qüvvələr arasındakı bucaqlar isə alfa, teta və betadır. Düstur belə olacaq. Əgər bu cisim tarazlıqdadırsa və bu qüvvələr arasındakı əlaqəyi necə tapa bilərik? Yazırıq. F1 bölünsün sinus beta bərabərdir F2 bölünsün sinus alfa. Bu da bərabərdir F3 bölünsün sinus teta. Belə bir dənə düsturumuz var. İndi isə bu düsturun isbatını sizlərə deyəcəm. Əvvəlcə bir dənə koordinat sistemimiz çəkirik. Y oxu və X oxu. Yazırıq X və Y. Daha sonra qüvvələri çəkirik. Buradan F1 olsun. Buradan F2 olsun. Buradan da F3 olsun. F1 ilə F3 arasındakı bucaq baxırıq, alfa bucağı. F2 ilə F1 arasında isə teta və beta bucağı da F3 ilə F2 arasında. Daha sonra əgər bu tarazlıqdadırsa, X oxu üzrə tarazlığı yazırıq. Yəni 0 olmalıdırsa, yazırıq. F1 bərabərdir. Bu bucaq kosinusu, yəni F3 vur kosinus 180 çıx alfa. Bunun da üstünə gəlirik. F2 vurulsun kosinus 180 çıx teta. Bu bizim ilk düsturumuz. İkinci düstur isə Y oxu üstündə tarazlığa baxaq. Y oxu üstündə F1 qüvvəsi təsir olmayacaq. Çünki proyeksiyası yalnız X oxundadır. F3 yazaq F3 üçün. F3 vur sinus 180 çıx alfa bərabərdir. F2 vurulsun sinus 180 çıx teta. İndi isə bu iki düsturdan alıram bunları qırağa və başlayıram yazmağa. Buradan gördüyünüz kimi ilk ifadə çıxır onsuz. F3 bölünsün sinus teta 180 çıx tetanın açılışı. Bu da bərabərdir. F2 bölünsün sinus alfa. İlk olaraq bunu tapdığımıza görə, indi isə F1 və F3 arasında quraq və yerinə qoyaq. F3 arasında necə eləyə bilərik? F2-nin yerinə buradan əvəzliyib qoya bilərik. Buradakı üçün yazırıq. F2 bərabərdir. F3 vurulsun sinus alfa bölünsün sinus teta. İndi isə bunu götürüb burada yerinə qoymalıyıq sadəcə. Yazırıq. F1 bərabərdir F3 mötərizə xaricinə çıxaraq. Kosinus alfa plus kosinus teta vur sinus alfa bölünsün sinus teta. Belə bir şey oldu. Daha sonra bunu açmaq üçün hər iki tərəf sinus tetaya vururam. Olur. F1 vurulsun sinus teta bərabərdir. F3 vurulsun kosinus mötərizə daxilində kosinus alfa vur sinus teta plus kosinus teta vur sinus alfa.
Bizim bir dənə düsturumuz var. İnşallah bir sonraki videolarda onun da isbatını verəcəm. Kosinus alfa vur sinus teta plus kosinus teta vur sinus alfanın açılışı bu cürdə yazmaq olar. Yazırıq. Kosinus alfa bu olur sinus alfa plus teta. Bunu da bərabər eləyə bilərik. Bucaq olaraq sinus 360 çıx betaya. 360 çıx betadan onun özü sinus betaya bərabərdir. Yəni bunu bərabər eləyə bilərik sinus betaya. Deməli bu ifadə sadələşdi və əlimizdə qaldı. F1 vur sinus teta bərabərdir F3 vur sinus beta. Buradan da yer dəyişmələri etdikdə bizim həmin o düsturumuz alınır. Yəni F1 böl sinus beta bərabərdir F3 bölünsün sinus teta. Yan tərəfdə də tapdığımız kimi burada F3 böl sinus teta həm də bərabərdir F2 böl sinus alfa. Burada da yerinə qoyuruq F2 böl sinus alfa. Tutaq ki, bu isbat sizə çətin gələ bilər. Ona görə mən başqa bir isbatı daha var bunun. O daha asandır. Bütün lövhəyi silirəm və o isbatın izahına keçirik. Bütün lövhəyi sildim. İndi isə o isbat belə olacaq. Bu qüvvələri bir dənə vektor kimi fikirləşib üçbucağa çevirə bilərik. Yazırıq. Məsələn, bu F1 qüvvəsini F3 qüvvəsinin ən axırına kimi götürsək belə olacaq. F3 yazaq. Olur. Bunun axırından başlayır və F1. Bu bucağa tapacaq indi. Daha sonra bu F2-yi də belə eləyə bilərik. Bunun axırına gətirə bilərik. Yəni F1-in axırına. Olur bu da F2. Əgər bu cisim tarazlıqdadırsa, bu vektor üçbucağı qapalı bir üçbucaq olacaq. Sizlərlə bu bucağı tapaq. Daha sonra bu və bu bucaqları tapaq. Əvvəlcə F1 ilə F3 arasındakı bucağı tapaq. Bu bucaq bərabər olacaq belə götürsək 180 çıx alfaya. F1 ilə F2 arasında bucaq isə belə baxsaq, belə götürsək, buranı tapmalıyıq. Bu da olacaq 180 çıx tetaya. F1 ilə F2 ilə F3 arasındakı bucağa baxanda isə baxırıq. Bunu biraz belə uzatsaq, biz bu bucağı tapmalıyıq. Bu bucaq da bərabər olur 180 çıx betaya. Buradan qapalı bir dənə üçbucaq alındı. Bunu sinuslar teoreminə qoya bilərik. F1 tərəfi bölünsün sinus 180 çıx beta bərabərdir F2 bölünsün sinus 180 çıx alfa. Bu da bərabərdir F3 bölünsün sinus 180 çıx teta. Buradan da artıq çevrilmə eləməyəcəm. Çünki gördüyünüz kimi bu onsuz sinus beta, bu da sinus alfa, bu da sinus tetaya bərabərdir. Videomuz bu qədər idi. İzlədiyiniz üçün təşəkkür edirəm. Bir sonraki videolarda görüşənədək sağ olun.